Bərdə rayonunda yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müşavirə keçirilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Bərdə rayon İcra Hakimiyyətinin rəhbər və əməkdaşları, eləcə də rayonun dövlət qurumlarının, bələdiyyələrin, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, Daxili Xidmət Polkovniki Əhəd İsmayılov yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, yanğınların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması və aidiyyəti qurumların birgə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd olunub ki, qarşıdan gələn yaz-yay mövsümü ilə əlaqədar meşə və yaşıllıq ərazilərində yanğın təhlükəsizliyinin artma ehtimalı var. Bu səbəbdən kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan sakinlərin, eləcə də heyvandarlıq və əkinçilik fəaliyyəti ilə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri vacibdir. Sonda iştirakçılar yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.